Bu günlər salamlaşdım. Hamısına dərin təşəkkürümü bildirirəm. İlhamə xanımı sayıb bu tədbirinə yetişib. İlhamə xanım, yaxınlaşın. Yolu bizdən keçən xanımlardan, dəyərli xanım xatım, dəyərli şairələrdən biri də jurnalistimiz İlhamə xanımdır. Bizim ona dərin hörmətimiz, saygımız var. Həmişə yeri bizdə əvəz olunmazdır. Həmişə gələrkən də bizi sayıb, seçib, işçilərimizə qarşı, direktorumuza qarşı çox böyük hörmət bəsləyibdir. Həmçinin də qarşılıqlıdır. Bizim də ona hörmətimiz sonsuz. Kitabınız uğurlu olsun. Həmişə qulluğunuzda hazırıq. Nəinki İlhamə xanımın bütün şair və şairələrin qulluğunda həmişə hazırıq vəziyyətindəyik. Yaşınız da mübarək olsun. Neçə gözəl yaşlara çıxasınız. Həmişə səsiniz gəlsin. Həmişə uca zirvələrdə görək sizi. Bayaqdan görürəm tədirginsiniz məclislə bağlı. Çox gözəl tədbir keçir. Həqiqətən də ruhum dincəlir. İfaçılarımız da o qədər gözəl mahnılar səsləndirirlər ki, həqiqətən də insan dinlənir, sözün əsl mənasında dinlənir. Yəni hər şey gözəldir, narahat olmayın. Bilirəm ki, çox məsuliyyətli xanımdır. Yəni belə şeylərə o qədər fikir verir. Bayaqdan gözü gəzir ki, görsün necə keçir məclis. Soruşur xanımlardan ki, necə keçir məclis. Çox süper keçirmişsiniz. Həmişə dəyərli olasınız, həmişə var olasınız, həmişə səsiniz gəlsin. Teşekkür ederim, var olasınız. Bir dostumuz da var, oturup orada Ədalət Əroğlu təbrik etmək istəyirsə buyursun, mümkündürsə. Ədalət müəllim, buyurun. Sonda yekun verəlim. Mütləq. Və tortumuz var. Böyük təntənə ilə o tortumuz əlləriniz, yaxınlarla, dolmalarla birləşəcək. O tortumuz da kəsiləcək. Ağzınız şirin olsun deyirik. Hoş gördük değerli kardeşimiz. Hoş geldiniz. Her vaxtınız xeyir olsun. İlhamə xanım, sizin bu günləri çox gözəl gününüzdür. Təbrik edirəm, təbriklərə qoşururam. Məndən əvvəl gözəl qələmdaşlarımız hamısı təbriklərini bildirdilər, ürək sözlərini bildirdilər. Mən də öz kollektivim adından İzzət MMC Təhsil Mərkəzi və kollektivi adından sizi təbrik edirəm, sizə həyatda can sağlığı, ruzu bərəkət arzu edirəm, yaxşı yaradıcılıq, bundan da daha çox nailiyyətləriniz olsun. Uzun illərdir tanıyırım sizi. Mən məhkəmədə işləyirdim orada. Hətta yadıma düşən yaradıcılıq qəzetlərdə çap olunurdunuz. Sizin yaradıcılığınız həqiqətən də Sumqayıtımız üçün böyükdür. Allah sizə can sağlığı versin. 55'dir, təbrik eləmişdim. Bir daha da təbrik edirəm. 55, 2 dəfə, yəni 55 gəlsin sizə. Bu yaşı yaşayasınız və arzularım budur ki, arzular açsın çiçək, qəm çəkməsin heç bir ürək. Sizin bu gözəl 55 yaşınız olsun mübarək gün olsun dediyim kimi 100'ü aşırdasınız. Mən sizə öz kitabımı, şeirlər kitabımı hədiyyə etmək istəyirəm və sizin kitabınızı da götürmüşəm. Hədiyyə mərkəzimizdə də olacaq. Mən bir dənə şeirim oxuyacağım, düzdür biz vaxtınızı alıram. Allah can sağlığı versin hər birinizə. Dinlədiyiniz üçün də təşəkkür edirəm. Bir şeir oxuyum sizin üçün. İmşan daxilində. Mən əzbər deməyəcəm şeirlərimi. Komandanım var mənim. Düzdür, qələbə qazanmışıq. Mən Cəbrayıl olaraq onu qeyd edeyim ki, qələbələrimiz gələcək inşallah. Zəngəzurumuz da işğaldan azad olunacaq. İlhamə xanım kimi bizim qələmdaşlarımız olandan sonra bu fikirlərimiz inşallah ki baş tutacaq. Böyük turalımız da qurulacaq inşallah. Komandanım var mənim. Yayımlandı səfərbərlik sədası. Birləşdi vətənim eli, obası. Yandı ürəklərdə qisas sobası. Polatların, maislərin, hikmətim. Şəhid dostlarının qisası aldı. Şəhid dostlarının qisasını aldım. Bütün Türk xalqının yadında qaldım. Qəhrəman adıyla qalxdım, ucaldım. Polatların, maislərin, hikmətim. Türk'ün yumruğunun dadı bilindi. Yenilmez zərbəsi odu bilindi.
düşmənin öz həddi yeri bilindi. Polatlarım, maislərim, hikmətim. Əroğlu yox, ərənlərim var mənim. Dövlətlər içində yerim var mənim. Ali başkomandana şeirim var mənim. Polatlarım, maislərim, hikmətim. Kitabı sizə hədiyyə edirəm. Qoyanan ruhlar, Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Vətən müharibəsi qazilərimizi, ordumuzu qorusun və yazarlarımıza da qələm itliyi, qələm uğurları, güclü yazılarla ölkəmizi gözəl təbliğ edirsiniz. Çox sağ olun, var olun, bir daha sizi təbrik edirəm. Sizə Cəlal müəllim, bir daha belə gözəl tədbirlərlə farzı kimi görmək, ekranlarda görmək istəyirik. Sağ olun, var olun, buyurun. Çox təşəkkür edirəm. Eləman xanım, demək olar ki, mən bugün bu ssenariden istifadə eləmədim. Elə ürəyimdən nə gəldisə, sizə uzun illərdir, xatırlayırsınızsa, birinci təbirimizi təxminən bir 15 il əvvəl mən idarə etmişdim. Bugün də vaxt zaman elə bir məhkumdur ki, doğrudan da sürətlə gedir. Arzu edirəm ki, bir 15 ildən sonra da inşallah o biri yubileyinizə gələk. İnsan yaşadı olduqca kamilləşir. Həqiqətən də insan geriyə boylananda, o kəs xoşbəxtdir ki, geriyə boylananda doğrudan da təəssüflənmir. Siz də məncə təəssüflənmirsiniz, illər keçdikcə daha da gözəlləşirsiniz, həmişə belə gözəl qalasınız. Və ssenaride son sözlər çox xoşuma gəldi. Onu oxuyum və yubileyərə söz verəcəm. Söz işıqdır. O işığın haləsi duyğuları dilləndirər, könüllərin rübabını dilləndirər. Bugün